Neyse tutar. Arada mənim qardaşımın canlısına çıxırdı. Tapmadığına nömrəsinə qarışıq bir. Ne bileyim ay bacı. Allah zalimin zulüm varsa. Sevi selamlar Sevi. Koçun etersen ne var ne yok. Ay Sevi. Xoş gəldiniz hamınız, təzə gələnlər. Tanrım. Qalxısınlar. Bir dənə vəsilədir, Asilə bazıdır, bir dənə də öyrənin. Heç kəs qalxılmamışam. Gözəl, mən başa düşə bilmirəm. Bu uşaq boşananda zaten qalır atada, qəyyumluq atadadır da. Bunlar niyə imtina istəyirlər ki? Mən imtina yazım, səhərləri oğlanlarım yekələndə desin ki, sən nə tər anaydın bizdən imtina yazmısan. Bunlar məndən imtina tələb edirlər. Gəl qanunları sənə danışım da. Əgər uşaq qalacaqsa da, məhkəmə uşaqlar kimə verib? Məhkəmə vermədi, bacı, uşaqlar məndən imtina yazdılar, özləri getdilər atalarına. Məhkəmə vermədi, qurban olum. Məhkəmə... Neçə evladın var? 5 uşaqdır, biri ərdədir, qızlar imtina yazdı, gədələr də valla mən bacılarından ayıra bilmədim. Dedim, yoldaş məhkəmə, ya mən saxlayayım, ya atası saxlasın. Ta uşaq da məni istəmədi, qaldı atasında. Deyən, 5-i də səndən imtina edibdi, köçən də, yanındakı da. Keçən heç o ərdədir, onu qatmayaq. Hə, 5-i də imtina edib məndən. İndi də ayaqların deyirlər ki, sən gəl imtinanı yaz. İmtinanı yaz, kesir o 18 yaşında qızın ayağına, qəyyumluğu ver 18 yaşında qıza, güya ki anası odur. Eləmə. Ondan sonra sən də get, üzü qara analar kimi yaşa. Sabahsı günü düşün. Sabahlar nəyə görə onlar görürsən, fırıldaq işlərlə görürlər. Sabahları onlar hərlənib, fırlanıb, sənin başına taqqıldatacaq. Yaxşı ana olaydın, sən mənə imtina eləməzdin. Ay bacım, mən qələt eləyərəm. Mən başımı daşlara döyərəm uşağımla. Niyə imtina eləyərəm? İmtina eləsəm, o uşağı aliment kəsdirə bilməzlər. Gözəl, aliment kəsdiriblər. İmtinada aliment olmur. Amma indi rəsmi imtina istəyirlər ki... Yox. O hansı məhkəmədirsə səhv iş görübdür. Əgər uşaqlar orada... Bax, məsəl üçün... Bax, mən Füzulidən götürürəm də, yoldaşımdan götürürəm. Gedim məhkəmədə ərzə yazsa ki, mən balalarını imtina eləyirəm. Tarafbadan alimenti kəsilmir. Hüquq məsləhəti. Səndəki vəkil olmayıbdı, qoy səni ayıldım. Əgər uşaqlar sən... Salam əleykum. Mən azdan çoxdan qanunları bilirəm mən. Əgər uşaqlar səndən imtina edirsə, aliment bıraqa. Yox, mən uşaqlardan imtina eləsəm. Səfərdə dedim ki, mən aliment vermək olmur. Donur gözəlin canlısı da. Vəbşə uşağın biri köçüb, qızın biri köçüb. 4'ü atasındadır. Neçə yaşlar var uşaqları? Biri köçüb, ikisi rəsmi imtina yazıb. O iki balacalar da dedi ki, anamış poycuğundur, kişilərlə gedibdir, məhkəmə, biz onu işləmirik. 3 yaşında uşaq məhkəmədə dedi. İndi deyəm, 4'ü neçə yaşı var? Ana, qoy mən sənə deyim, 4'ü neçə yaşı var? Məhkəməyə gələn uşaq öyrədilir. Bəli, birinin 18 yaşı var, birinin 3 yaşı var. Ya birinin 18 yaşı, köçənin hansı yaşı, neçə yaşı, köçən heç, köçən salmayaq, 4 uşağı deyirəm. Birinin neçə yaşı var? 18. Hayır, 18. Birinin 18 yaşı var, birinin 16 yaşı var. Birinin 10 yaşı var, birinin 7 yaşı var. Yavaş yavaş, mən sən yavaş yavaş başlayacağım. 16, 18 yaşında. 18 yaşında almet verilmişsə, tarafbadan hökumət özü kəsəcək. Bəli. Ondan sonra birinin də neçə yaşı var? Birinin 7 yaşı var, birinin 10 yaşı var. Vəkil. 3 il buna verəsən, 4 il də buna verəsən. Hə də, hə. Ona düşür. Yazıb. Yox, ona düşür. İndi bu məhkəmənin huşu kəsmir ki, vəsilərin əlindən görüşü aldıq. Balaların 5 ildə əsir saxlayırlar, bağlı qapı arxasına saxlayırlar. Ay bacım. Qulaq az, ay anam, bir dəqiqə qulaq az. Sən uşaqları görə bilmirsən, elə dölüyüm. Yox, savsın uşaqlar məndən gizləyirlər, and olsun Allaha. Mən Füzulini də ayırtmışam, neçə uşaqları görə bilmirsən? 5 ildə artıq mən uşaqları görə bilmirəm, öpə bilmirəm, uzaqlaya bilmirəm. 5 ildə mi? Aliment ödəyirsən? Yox, alimenti yazmamışdı, alimentin məhkəməsi indi gedir.
Alimenti mən, ay sağ ol. Əgər sən hardasa bir yerdə de, qoy mən səni öyrədirəm. Bəli. Sən hardasa stajını işləsən, qanun var, qanun qayda, Füzulini də ayırtmışam. Ay Füzulinin başına çıxıblar, hamısı. Mən sənə deyirəm, əgər sən devlət işində işləyirsənsə, sənin maaşın tən yarısı uşaqlarındır. Əgər sən xüsusi yerdə işləyirsənsə, 10 manat alırsansa, sən getməlisən ona ərizə yazmalısan ki, mən günü 10 manat alıram. Mən özümə qazandırayım, yoxsa evlatlarıma verim. Evlatlar da məndən şey olub da, görüş almır məndən. Mən nətər evlatlarım görüş almaya o alimenti verirəm? Mən səhətin uşaqlarımı deyən bir dəqiqə, mənim uşaqlarımı, mənim vəkilim, bax burada deyirəm, mənim vəkilim mənə dedi ki, bax mənim özümə dedi. Dedi ki, neçə uşaqlara görüş verirsən? Dedim, bəli. Qayıtdı dedi ki, məhkəmə sənə, bax mənim Günlər bacı mənə dedi. Zaur müəllimin verilişindəki Günlər bacım mənim alimentimi artırar. Qayıtdı mənə dedi ki, gözəl aliment verir. Dedim, bəli. Dedi ki, gözəl qarşı tərəf iddianı qalxızıbdır ki, mən uşaqlarımı görmək istəyirəm. Dedim, yox. Öz başına mən göndərirdim. Gündə göndərdim uşağımın qulağında olur ki, anam pozğundur, anan qəhbədir, ananından bundan gəzir. Uşaq dəli olmuşdu, balkondan qaçırdı, orada buradan qaçırdı. Uşağı mən göndərmədim, 2 il göndərmədim. Əgər ata iddia qalxızırsa ki, mən aliment ödəyirəm, uşaqlarımı görməyə haqqımı 2 saat, 2 saatdan 3 saatdan artıq olmaz, qadağandır. Əgər məhkəmədən xəlvət ana ata ilə görüş, uşağına görüş aldırırsa, onda cinayət daşınır. Onda məhkəmədə qurulanda deyir ki, canım bəbəylə çıxmayacaqdı, görüş verdirməyəydin. Çünki ortada uşaq məhkəməsi olmayıb. Bax, qanunları mən yapışdım. Bir adam canını açdı, adını çəkirəm, bax burada. Ad çəkəcəm, adını çəkirəm burada. Esmira xanım canını açdı, qayıtdı dedi ki, gözəl oxumaydı, savadsızdı. Amma görürsən, qanunlarını oxumasam da, qanunları qəşək baxırda qoyuram sən qarşıma. Qəşək qanunları bilirsən, hə. Çox qəşək. Mən malam, mən qoyunam. Qoyunluğumdan istifadə elədim. Yox, səndən istifadə eləsələr də sən özün başını işlətməlisən. Əgər sən görüş alırsansa, görüş verirlərsə, sən alimenti verməlisən də gedib görüş alırsan da. Sən alimenti necə verir? Anam, bacım. Bax, mən Füzuliyə demişəm, əgər sən evlatları ilə gedib görüş alırsansa, aliment verəsən hər ayda. Görüş almırsansa, alimenti vermə. Qanun qanundur. Səni məhkəmə nə qədərə kəsibdir ki, 10 manat işləyirsən. 10 manat sən qəpik üstünə qoy. 30 manat da olsa, 50 manat da olsa, ayın axırında tərəf ver. Çünki məhkəmə versə də məhkəmə vuracaq. Görəcək ki, bu işləmir xəstə adamdır. Qəşək, Allah, qəşək. Valla. Amma mən qanunlar var, qaydalar var. Hə, ay bəs mən haqqımı, hüququmu verə bilmirəm. Ürəyə xəstədir. Füzulinin ürəyə xəstədir. Qarşı tərəf iddianı qalxırsa ki, alimenti az verir, nə bilim mən nədir? Qayıdıb, məhkəmə qurulanda qayıdıb deyəcək ki, iş yox, bir şey yox, harda işləyim? Ürəyə xəstə adamam, bu da mənim kağızlarım. Bəs devlət mənə iş versin, işləyim. Ay gözəl, qadan alma, apar məhkəməyə mən dəli kimi təqdim eləyiblər. Ki, dəlidir. Yox, ay bacım, məhkəmə tupoydu, bax tupoy. Məhkəmə tupoydu, dinən niyə? Əgər sənin dəlilik kağızın var, xəstəxanada yatmısan? Yox, yatmamışam, bacı vallahi, amma gedib dəli kimi təqdim eləyiblər ki, dəlidir. Yox, qoy indi sənə deyim. Adın çəkməyəcəm, bir nəfər gedib, bir adamın cibinə 20 manat qoyubdur, gedib dəlilik kağızı aldı ki, bu dəlidir, mənim üçün, bu dəlidir. O adam da deyib ki, pulu qoy ciba, hanı bunun dəlilik kağızı? Dəlxanada yatmış dəlilik kağızını verim bura. Və məhkəmə onu niyə araşdırdı? Araşdırmadı, elə mənim dəli kimi, vəssalam, dəliyəm güya ki mən. Sən qanun qaydaları mən qəşəng bilirəm. Qəşəng bilirsən, and olsun Allaha, hə. Sən dəlilik xəstəxanada yatmışsansa, istir bu Gözəl.
Gözəl, ölənlərin qəbri haqqı mən dəlixanada yatmamışam. and olsun Allaha. Hə. Məsəl üçün, sən dəlik bax orada boşanıram adı nədir? Boşanıram, onun adı nədir? Boşanıram deyirdi. Hə. Ondan çıxıb inandım. Zar müəllimin verilişindən. Hə. Gəldi ora Zar müəllimin verilişində. Mən pensiyamı artırıram, sosialımı artırıram. Zar müəllim düzdür, qoşdu ki, get orada yat da dəlixanada. Hə. Orada sən qorxuram. Bir dəfə yatıb axı, kompüterə vursan bu adamın familiyası ilə. Əgər bəs məhkəmə hara baxır, tupoy məhkəmə hara baxır ki? Hə, yox. Məhkəmə araşdırdı, bir dənə dedi ki, ananın namusunda problem yoxdur, arağı zadı yoxdur, uşaq anaya qalmalıdır. Belə yazdı məhkəmə, belə dedi. Zəkiyə. Zəkiyə? Hə, Zəkiyə, Qurana and olsun dədəmin yoru haqqı. Mən pensiyam kəsilibdir. Ay orada qırğın idi. Zahir müəllim, pensiyam kəsilib, boşanıram. Mən boşanıram deyir. O bir maraqlı deyirdi. Boşanıram. Mən gəl pensiya düzəltəcəm. Bəhrəmdən boşanıram. Bəhrəmdən boşanıram. Hə, Qurana and olsun dədəm görür ki, Zahir müəllim, vurdular kompütera, devlət var, sən nə danışırsan? Vurdular kompütera vurdular, gördülər ki, bu həqiqətən də xəstəxanada yatıbdır, kağızı çıxdı xəstəxananın kağızında. Bu xəstəxanada yatıb çıxandan sonra orada ona sənə kağız verirlər. Orada da sənə mən, Bəhrəmin arvadı. Get kompüterə vur, gör mən dəlixanada yatmışam, kompüterə vurun görün. Çünki məhkəmədə kağızla gedirlər. Ay bacım, ay ana. Bacı, qurban olmaq, mən dəlixananın qapısına 2 dəfə özüm gedib yalvarmışam. Qaynım dedi ki, dəlixanada yatsın, uşağı verək. Getdim, yalvardım, yoxlamadan keçirdilər, mən dəlixanaya götürmədilər ki, sən dəli deyilsən. Və mən nətər dəlixanada yatmışam, mənim başım çıxmır. Səni elə adlan eləyiblər, da, elə adlan. Uşaqları səndən çirkindiriblər. Hə, yerdən qalxan uşaq elə bilir ki, mən dəliyəm. Mən vallahi dəli deyiləm, ay bacı. Mən tanıyanlar tanıyır ki, mən nə dəlixanada yatmamışam, nə də dəli deyiləm. Və uşaqları elə çirkindirdilər da. Demirəm, oğlum məndən irgənirdi, oğlum məndən qaçırdı. Mən, bax, 2 ildir uşağın dədəsi ilə qoymaram da. Qəbrim üstünə bu hündürlükdə ot pissə də qoymayacağım. Uşaq dizimin mənim də savadım yoxdur. İndi məktəb oxusam da, vallahi hərfləri hərfləyib oxuyuram. Amma gəlin burada 400 nəfərin içində bir sözdə. Ay bacım, mən adımı yazmağı da bilmirəm. Görsün qanunları da tər bilirəm. Ay bacım, ya belə bir söz deyim, hesab. Bu 5 uşağın birini versin mənə, gözəl. Mən gedirəm, saldırım qəyyumluğuma, Qarabağda o alıb 4 göz otaq, mən də alım 2 göz otaq. Səhərlər mən əməliyyatdan çıxa bilməsəm, ölsəm, Qarabağdakı evin biri qalsın Allah şükür, biri də qalsın cəsarətə. Ay bacım, bu Allah deyəndən demir. Sən üçün əməliyyat olasın? Boğazımdan əkilməlidir, boğazımdan əməliyyat olmalıyım. Mən də deyirəm insanım da, oldu əməliyyatdan çıxmadım. Mənim əbədi pensiyam var. Gözəl, qulaq. Əbədi pensiyam var, mənim Qarabağda evim var. Uşağımı qəyyumluğa versin ki, mən ölənə sonra rahat ölüm. Bilim ki, evimdə, pensiyamda uşağıma qaldı. Vermirəm. Bacı, get əhdir. Hə. Əməliyyat eləmə. Əməliyyat eləsiz də onun kökü oradadır. Yayılır hər yerə. Bədəninlə də yayılacaq. Əməliyyat eləmə. Malca ilə, onun malcası ilə. Bax, arzu var, Atabədəki arzu. Malca eləmirlər axı. Deyir ki, təcili əkilməlidir ki, yarıla çıxılan, yayılır. Yayılırsa buna nətər elə ya, gözəl. Qeyd orada dişisidir. Dişidir, balalayır, hə. Mən də deyirəm ki, getdim da, əkilmədən qorxuram. Getdim, əməliyyatdan çıxmadım. Heç olmasa bilim ki, mən ölənə sonra rahat ölüm ki. Əkiləndən sonra sənə kimyadı nədir, vırılacaq, sənin başın tükü var, ha. Bax, belə ağabba olasın sən. Qaşın da, sifətində tük qalmayacaq, başında tük qalmayacaq. Təmiz ağabba olacaq. Bilirəm da, gözəl, mən də qorxuram. Sözün açıq deyirəm, gedib girərəm əməliyyata. Ya xərçək çıxar. Mənim bir dənə 5 uşağımın biri qəyyumluğunda yoxdur ki, evim qala uşağıma, pensiyam qala, əbədi pensiya alam. Mən 7 yaşında uşaq mənim qəyyumluğuma versə, mən ölənə sonra cəsarət ölüncə o pensiyanı alacaq. Günah səndə olubdur. Bacı, günah səndə olubdur. Mən hədə qorxalsındaydım, ay bacı. Mən yenə də bata bilmirəm, onlara. Mən sənə qurban olum, mən sən kimi döyələm, avam. Mən zirəngəm.
Vallahi yox, mən zirə satıyorum. Mən Yanımda yanımdaymışam. Sən mənim yanımda olaydın, görsən beynu mən nə tər açıram. Qanunları sən bilmirsən, ay bacı. Qanun qayda var. Əgər uşaq ata verir məhkəməyə, əgər uşaq məhkəmə qurulur, ana əxlaqsızdırsa, ana pozğunsa, ananı dövlət özü alır ha. Ananın əlindən alıb ailə verir. Ata narkomandırsa, ata içki içəndirsə, pozğun yollara gedirsə, atanın əlindən alıb dövlətə, qanun qayda var. Atanın pulunda da tutulur, nənənin pulu varsa nənənin pulu, atanın pulu varsa atanın pulu avtomatik dövlətin kartına yaşandırılır. Hə, gözəl. Amma deməli ki, mən oldum mal, oldum qoyun, adımı qoydular uşağın ata-anana, balalarımı əlimdən aldılar. 5 ildir bağlı qapı arxasında saxlayırlar. Bala görməmişim, indi də deyirlər, aliment verməlisən. Alimenti bir yandan yazdırıblar. İndi də mənə təhdidlər gəlir ki, gəl uşaqdan imtina elə, uşağı keçir qızın ayağına, qəyyumluğu ver qızına. Bəs Allah bunu götürərsən? Yox, sənə SMS gəlib. Mənim nömrəm onlarda yoxdur. Mən nömrəmi dəyişmişəm. Bildim direktdə sənə SMS gəlir. Yox, hə, orada yazırlar. Ay bacı, mən gedərəm, inanırsan. Özümün həyatıma qıyaram, amma gedib o iki gedədən imtina yazmaram. Nə danışırsan sən Allah? Sənə bir söz deyirəm. Sənə direktiva SMS gəlir. Gəlir, mən faktlar, mən evinə GPS qoymuşam. Tamam, mələkəm. Şimdi sənin... Bacı, sən verməlisən polisə, nə də məhkəməyə. Polisə getməlisən ki, məhkəməyə getməlisən ki, məndən gəl bu esimizdə. Ayaqlarının altındayım. 10 min bir dəfə məhkəmənin cibinə qoyublar. 5 min də bir dəfə qoyublar. Mən nə ilə gedim? Mənim pulum var, 1 manatım belə yoxdur. Mənim 1 manatım... Görün mən kimsə bata bilər. Onu cırımdan çıxardar əmi. Balam... Hə, maşallah, maşallah. Sən çox qoçaq adamsan, halal olsun. Mənim bu qaraduqda var, Gözəl, vəkildir, dostlar. Hə, gözəl vəkildən də çox gözəl. Mən oxumasam da görsən qanunları bilirəm. Niyə Zahir müəllim orada məni çox istədi efirdə? Qanunları mən bircə bilirəm. Qəşəng, qəşəng. Niyə ayırmışam? Amma görürəm, Zahir müəllim deyil. Yox, yox. Mən qoyun dedim deyin, onlar məndən istifadə elədilər. Vəssalam. Allah haqqı. Mən elə çıxıb bağır danışmağı biləm. Bacı, yarın da var ki, sən məhkəməyə verib uşaqları istəməyə. İstəyə bilmirəm. 5 mini, 10 mini basın. Sənin ixtiyarın var ki. Yox. Evdə GPS var, uşaqları trosla döyürlər. Uşağı hərəkətlə qorxurlar ki, ananızı istəməyin. Evdə GPS var, nə danışsan? Bax, gör uşağa nə deyir? Ay qız, bir adam deyəndə deyəcək ki, uşaq bilər. Bizi sındırarsınız, atanız sizdən imtina eləyər, ha? Ananızın adını çəkmir, deyir ki, biz istəmirik. 18 yaşına keçəndə, əskəriyə gedib gələndə, hərlənib, fırlanıb uşaq ananı istəyəcək. İtdən peşman olacaq. Əziyyət etən anadır. İtdən peşman olacaq, deyirdi ki, keşki mən anamı istəyəydim. Keşki. Əlbəttə ki, əlbəttə ki. Yenə də keşkələri deyirlər. Baxıcı baldızın təpəsinə döyür, özünü öldürür. Oy, bu qancıq uşaq. İndi bilirsən nə eynirlər, gözəl. O 2 yekə qızı gətirirlər Bakıya. Axı o 3 dənə evini dağıtdı etibarən. İndi də bir dənə yanı balan arvad gətirirlər. Yanında 3 qız olan, 14-15 yaşında qız olan arvad gətirirlər etibarən. Allah. Qoyun bu kişinin başına ki, bu kişi ki, boşandı, gedib ikincisini ala bilər. İkincisi səndən yola getmirsə, üçüncünü alıb gətir, dördüncü xitan qoyar. Bağlayaram onun orasını zincirlə, kəndirlə. Ha, yox, beşini alıb dedi, dolana bilir ki, yarda saxlaya bilir, hamısı acından ölüb qaçırırlar. Əlbəttə. Sən qanunları bilmirdin. Sən qanunları, sən oturardın. Sən mənim yanımda oturardın, səni alıb düz gedərdin məhkəməyə. Şap iddia qalxızardın. Getirmə. Ayıbdır, sən Allah o nədə ora yazmısınız, zabrını sayənız olsun. Valla, indi siz öz aləminizdə gözəli fırladırsınız, amma burada bir belə millət var. Yazanda evinizin tərbiyəsini sərgiləməyin.
Hart. Deyim məhnədə nə qədər itlərim var. Ay aman. Çörək Sən get verməmişəm ananın onlara. bacının yanına gör anan bacın neynir? Ananın bacından tələb elə. Şalvarını soyunacaq sən öldürəcək. Gözəldən gəlib nə soruşursan? Nə əxlaqsız yaşayış yaşayan var O yazanın evinə girirdim mən. Allah haqqı. Millət utanmır Allah haqqı. Divanlar. Yox, başqasına niyə məsləhət edirsən? Adam evdə anasını bayısını qoyub çöllərə düşməz. Biz yazanlar bilirsən kimdir? Əri aldığı paltarı giyib sevgilisindən icazə alıb gəzməyə gedənlərdir. Çox biabırçı yazmışdılar Allah haqqı. Ayıf deyə and olsun Allaha. Elə burada şəhid analar var, qazi analar var, tərbiyəli namuslu kişilərimiz var, tərbiyəli namuslu qadınlarımız var. Bir dənə səni kimi əxlaqsın yazsın, niyə burada olan namuslular görməlidir? Ayıf deyə Allah haqqı. Gözəl burada kiminsə ölüsünə söymür, dədəsinə söymür. Gözəl başı çəkmiş bir qadındır, yıxılmış bir qadındır. Və də söz də danışır, mən də deyirəm, hə, gözəl, düz deyirsən. Mən çünki qoyunam, malam, heyvanam, atam, eşəyəm etibar dilin nəsilinə görə. Əstəğfirullah, sən qanunları bilmirsən. Qanunları mən əzdan çox... Gözəl, qanun nə deyirlər, o nə deməkdir? Karo, çoxdan da görsənmirsən, nə var, nə yox Karo? Bacı, nəyə görə deyirlər? Yəni ki, sən qanun qaydaları bilsəydin, sənin başına bu iş gəlməzdi. Nətər bacı, məni başa sal, bu uşaq qaldı etibara. Bax, bu cəmaat içində, bax, mənim evladlarım 2 dənə evladım var, Allah aman evladını sağlasın. Mən alimenti qalxızmışam, sabah qarşı tərəf iddia qalxızsa ki, mən evladlarımı görmək istəyirəm. Mən 5 ildir, mən evladları öz başına görüş verdirmişəm. Yəni, bir dənə bunu atın, bunu bloka Gitmiş şiir sən atomdur, atom. Vaziyini... 70'ini götürüp yetse olar mı evine? Gözəl mən kim nə deyir? Deyir 70 sabunu, 72 sabunu götürüb gedirəm lan evine. Qəşəng, valla dilinizi saxlayın, söyüş almayın. Özüm ölüm, evdə anasının bacısının qiyməti var da. Vay Füzuli, vay Füzuli. Yezle, o 70 sabun elinde yolu sümeye de götür, tek gitme. Yetmişikdən sonra seçə yaxşıdır ki. Şampon. Gözəl məktəb oxumayıb, Roma deyir, yaxşıdır. Ay, yardım edir valla. Sonra deyirlər ki, gözəl söy, gözəl deyir. Valla gözəli qınamayın ki, Allah haqqı. Sən öz tərbiyəni göstərsən, gözəldən eynəməliydin. Ay vay gecədən Allah gecədən gördüm. Dədən gör gecədən. Tamam dədən gör gecədən. Ay bu var. Allah gecədən. Bak bu dalga kim artık eski neyse yazırsa 72 sabunu götürüp getirdim bana. Ay dədən gör gecədən. Ər belə olar, ər arvadın arxasında durar, and olsun Allaha. Gözəl, qoy ortaya fırlan başına. Mənim ərim qonşu mənim ağzıma üzmə, sən də belə elirdi, mən özümü pis eləmərəm, mən özümü pis eləmərəm. Geç fırlan ərin başına, bala. Eski ne yazırsa 72 sabunu götürüp getirdim bana. Maşallah, maşallah, Allah pis söz yapsa. Pis söz yapsa, daha gözəl. Maşallah, maşallah. Kim ola artık eski ne yazırsa? Değişik, gözəlle Füzuli'ni belənsiyinə görəndə çoxları cız veririm. Onlar buna bak diyorlar. 72 sabun istiyorlar. Sağ ol dədən gör. Yaxşı dedim. Maşallah, maşallah, gözəl, gözəl. Vallahi üzərik yandır, ay gözəl. Üzərik yandır. Ay mama. Ay Füzuli. Bak bu gözlerin canlısan, zarafatı koyak kırava.
Gözəl canlılatır, bu da deyir gülür. Gözəlin canlısına kim artıq əski nə yazırsa, gedim magazinə 72 sabun alım, gedim onlara. Vəssalam. Bu da şampon. Allah. Onlar çok yedi ya. Siz de kirin de hiç olmazsa. Şampon şirketler yetmişi koruyor. Vay Füzuli. Kaklaklarını boy. Vay Füzuli. Ana yumur abi. Arkadaş ha burada ya. Ha. Abrımı. Vay bir karafka 72 götür gel yol üstün beni de götür gidek. Yetmişi götürmeyin daha. Siz şampon götürün, yetmişi koruyor. Şampon sözcüydü. Tüşte. Ay sen de daha gör git yatan. Anladım en gülmekten Allah'a. Allah maşallah maşallah. Gözler çektiğin zulümlerin Allah əvəzini çıxırır. Allah haqqdır. Qaç. Biraz dostlar değeri danışıp güleydi. Yani ona göre deyip gülür. Ya Allah hamd olsun. Hədənə nə qədər əvvəlkin olarıq, nə qədər alimet, uşaqdan imtina elə, əsəb, nervi çəkərik. Qoy biraz da danışaq Bu görək. kadınlara ne kadar zulüm eləyir? Bu kadınlara ne kadar zulüm eləyəcəksiniz? Hep Allah'tan korumursunuz. Valla, yazıq deyil. Sabunda mağazında var. Ay səni belə bir şükür. Yok, nasıl bakayım? Səni Bir şey belə şampon. bir şükür. Gözəl, valla yaxşı ki gəldin canlıya. Ay gözəl, eşitdin gözəl. Bərizər milləti gündürür, canlısı 40 min olur. Burada bir belə gülürük, canlı 400'ə qalxıb. Yetmişlikten de şey yapsın ki. Şampon. Çapında Ha şampon yok. Şampon yok güzel. Dav sabunu da kaşaydı. Ay şampon kaçacak. Ay diğer. yok. Her ihtimala karşı 72 sabunla götürmek lazım. Ay seni bir söyleyeceğim seni. Allah sıcırdırsın. Ben de şey tamam. Nerede şeydir? Gece altı günde nerede Yok şeydir? bu aynı şey değil. Yani güzel bir Eşitdin gözəl. O yan var, men şükür. Onu ya oxudun da nə olar? Qadın yox, kişi yazın. Kişinin adını bilmirəm də. Ya yatmam ben ne dayım kişi diyeyim ya zaten. şey yok. Əlbəttə, ona qoyar bir dənə. Mənim telefonum. Bu kaldı satmışlar. Sana hocam ha. Sən ağıllı yığınca lazım. Ged işinlə məşğul ol. Artık az gelirse yazan yok. Var da deyirəm biz dəliyik. Ged işinlə məşğul ol. Ha bak gel de derim. Bak kim artık askeriyle yazırsa Allah'a hamd olsun. Sabah, uzağı sabah tezden saat 9'da 72 sabun alıp gedirəm onlara. Ha Özde işte sen Füzuli kalk komandasında gel daha saat 6 tamamla. Ha hala vakti getirəm elə. Alta yapsın bana. Ha. Orası kukuluk. Horuz barından gel Türkçe şefi çıtmamış hele yorgan da stoları. Ay bizə 18 filis oldu bu canlı. Korkun yanında sen. Sen de. Uşaklar yatıp düğmesine dön inşallah. Seveyim. Güzel ölçüb deyirsən. Səni verənəmin şükür. Zavro dediğin işte sen. Nə yazıb? Sen olarsan bir de senin əzizlərin. Dayıran sən sərsiz eləməkdən bezdim ya Allaha. Sadəcə gözlərini örtmüyor, başqa Sen deyil. sakit değilsen ben 30 grama düz iliğine kadar gelir de ama. Allah hamd olsun, sadəcə göz götürməmək deyir. Nə olur ki, nə olur ki. Beləcə canlı açıb, nə bilmə, üzr istəyirəm cəmaatdan. Əxlaq səxlas danışanda can deyib fırıldaşırsınız.
Gözəl burada oynayıb oxuyanda siz də nə bilim neysə. Boşuna değil. Ne bədbəxt. Benizar deyir ki, sen kişi değilsen, sen değil. Sen şeysen, petoksan. Allah hakkı canını atı belə deyir. Dur adaya veririz şimdi get opal divanın başında. Dur ayağa. Dur kaç sonra. Oğlum Benizar var eti onu ya. 72 kadın. Öyle onun canlısında da var. 72 kadın var oradan. Ha. Yerim bir işte yapamam. Neyse bağlamazsın. Vallahi de yazır. Vay Allah. Gözəl bir söz deyim sana. O bəzilər gəlib yazırlar yorumu. Ataları söyüşsən olur, ərləri söyüşsən olur, qardaşları söyüşsən olur. Elə gözlərin açanlar söyüşür yekəllər. Amma indi bir cəmiyyətə qoşulanda özlərini ellər bir, nə bilim, huri, mələk, qanadsız mələk, yavuzçılıqdır. Mən elə gözüm açana mənim atam ən əxlaqsız söyüşləri söyüşdü. Valla. Mən dedim ki, ağız olunca ayıfdır, söyüş söymə. Xeyr, o nə deməkdir? G profesör orada yazdığım birbaşa sənin alnına yapışıb, biri bağzuğa. Valla mənim atam o qədər söyüşçül kişi olubdur ki, mən də istəyirəm ta həyatımda söyüşçül bir kişi olsun. Vuran, yıxan, dağıdan kişi olsun. Ay qardaş, kişi nə qədər söyürdü bu evdə. Bir adam da görəndə mədəniyyətdən, tərbiyədən danışsa, mənə deyərlər ki, sən Allah yerin qızısan da, yəni hardan mədəniyyət bilirsən sən, tərbiyə bilirsən. Fikir vermiyor. Değil gülü çekiyor. Değil gülü çekiyor. Güneş, neyinirsən Füzuli qadan alın, başına dönün, neyinirsən? Gözəlin özünə yaz, sağ ol, nə tərsən, Füzuli neyinirsən, ay Güneş? Ne oğlum ki ne sorsunlar? Səni soruşurlar, otur orada görsün. Ay billah, ben adam soruşur ya, bayağı toğluna. Görürsən məni neyirlər? Mən soruşurlar. Ha, niye? Ne bileyim. Videoyu kuba. Ay gözəl, maşallah. Yine düzgün duruyor bize. Götürün bir ne yazdılar. 72 sabah Allah lazım. gözəlləşdirsən, kişilər də istəyirik. Kişi kimi, nə bilim, sığallansın, tumarlansın, qadından sevgi qayğı görsün, yazıyorsan, qadın sevgi qayğı istəyəcək, kişi də istəyir, də əziz. Bəli. Hocam. Qarşılıqlı bir-birə altın var. Bir şey bak, bir şey ne geçecektim. İşte sağ ol. Askeri at çekti ha. Göre nəsə yazmırlar. Göre nəsə 72 sabır lazımdır. Belə şeylərə fikir vermeyin. Kim nə yazır qoyuyor. Hələ çox şeylər yazacaqlar. Nə qədər. Belə şeylərə fikir vermeyin. İlklərin peşəsini bilmeye. Ta. Allah sizi mehriban eləsin, ay gözəl. Sağ ol. Sağ ol. Allah Gözəl. seni evlat. İnşallah. Bilirsən, sevdiğin anlatmayan, yoldaşın anlatmayan, belə dürüst bir insan Allah mənə qismət eləsin inşallah. Amin inşallah, ya Rabbim, amin. Allah Vəsilə bacımı da xoşbaxt eləsin. Amin inşallah, amin. Mənim uşağıma bir qəyyumluğuma versinlər, başqa heç nə istəmirəm mən. Kişinin oxumasını istəmirəm, mən kişinin oxuduğunu istəyirəm. O kişinin adını bilən var. Ay, sən Allah göz Zeynəblə yazır, deyir ki, boyka gəl mənə al. Neçə Vay yaşın bilə. var sən, ağız? Zeynəb neçə yaşın var, ha Zeynəb? Aha. Sabah nişandır. Yaxozu qırağa çəkmir, sizə dəvət eləyəcəm. Qonşu gələsiz nişana toya. İnşallah. Biz də çağırarsan. Bəs nə? Gözəli mən dəvət eləməyim. Boykanın TikTok dostları gəlsin mikrofona. Bəli. O ölməsəm ona qədər sənin toyunda oxuyaram, ay boyka. Ölməzsən inşallah. Buna qədər ölməsəm. Sen boyka götür get 72.
De ki blokad. Ha yok o deyir ki boyka 72'ni götür get daha zaten da arvad tapıldı deyir. Bu nədir? Yalnız. Boyka, sən sevən qadın axı bilir gəlmədi bu canlıya. 22 boyka senin neçə yaşın var? Benim 54 yaşım var hanım. Zarafatsız gelmeni al. Ne məsləhət görürsən? 54 yaşında kişiyle ne evlənə bilərsən? 54 yaşına kadar elim hele bir tane kız eline değmeyip temiz kokuna da ancak yemeğimi pişiren oğlan olmuşam. İnşallah. Güzel. 54 yaşında nişan nedir daha? İstiyat insan ben nalim. Abi da gözle bakın. Galip senin canın yanmasın ha. Vurgunun gücü gelmesin senin. Sesin altını çok şey. Yo 54'tü. Aslında bunu gideceğiz. Bir de bir şey diyeyim. Ha Kabil yazmışsan bura. Ben ne bileyim sen hanımsan sen Allah. Xanımıq. Deyir xanımıq, görmürsən? Müslüm ermiştir deli. Necə də ciddi durubdu. Nə olsun, ailəsi ilə danışır, gülür, oynayır. Arada qayıdır ki, ikimiz ciddi durur. Elə dayı. Səni verənə şükür. Onu nə qədər yazıram, tapa bilmirəm. Görüştüm bir daha bir Nə deyir? Ya Bilurcay sen diyesen qatıqladın. Das vidaniya öpüp Qasımın qaracına tərəf. Həqqimi görsən qatıqladı ya. Camasın. Nadir, Gözəlləri böyründə oturmuşsun. Sən gözəl nətər ala bilərsən Allah. Sən elə yazmışdın sən Allah. Ha. Nə vaxt Nə deyir? Gözəl səni mən Allah sən saxla Allah mühbir gözəl. Ne bileyim ben okuyabilirim. ne yazılar çora? Bilmeyin şükür. Ha, Gözəl. gönderdi Qasımın qaracına getdi baş aşağı dayanıb orada. Ayağı da yuxarıda. Onu kim yazıbsa mən dədəmin ulamasını yiyir. Oha. Sürümüş ulaması. Çok çürüyübdü. Ben neçə bundan qabağa üzün görmediğim dədəmdir. Ben gene de deyirəm. Ha qulaq gözəl bir asın. dəqiqə sən Allah icazə verib bəxtim açılıb. Dayan görüm bir dəqiqə. Zeynep deyir ki nə deyirsən? Gəl çıx misafirə görüm. Zeynep gəl bura. Misafiri səyat mənə bir görən düz gəlir. Ben deyirəm də bu canlıya kim artıq skinlə yazırsa bayram kremi var. O götürür gedim. Aa, bayram kremi. Şimdi bu bayram kremi. Bayram kremi yakıp Hadi. koşma. Tanımasın. Deli. Tanımasın yanına koşma. Ya kardeşim yaranı ne tanıyorsan? Yo ben tanımıyorum. O yazmıştı ben onu aldım sessizə. Qasımın qaracında dayanıb ayaqüstə sən onu qoşdun ora dəyme qoşma. Çıxar bizi söyər. Berat eləyir. Bizi bu nezgə söyənməz. Biz burada kimsə söymürük ki. Kimsə, Hayır valla sen kimsə də koşuram. çıxır. Ya sen özün çıkırsan. Ben lavarım.
Bugün okuyorum. Kulak asın. Ama o değil de. Yine ayrı sokma. Hə, deyir ki, gözəli demirdi. Yazırmış ki, Boyka səni alacağım. Elə deməmişdi, yox, gözəli demişdi. Yok öyle demedi, öyle demedi. Güzel yazmıştı orada. Orada güzel yazmıştı. Karası, Morgan'ın gözünden içine yayınmaz. Ne yazmışsın sana? Ne yazmışsın sana? 70 kitabını yetiştirebilirim onlara. Ben çok yerim var burada. Kimse 70 kitabını istiyor da o göre yazdım onu. Zeynep, gel çık misafire göreyim. Sen ben elçi düşmüşsən. Bura gel görüm hele. Gel misafire. Mən Boyka başa düşüb, yox ki, mən də oxudum. Yazmış ki, gözəl, səni mən alacağım. Ha, indi ona göre de değilim de. Kasım Karaca, хорошо. Hə, gözəl, səni özüm alacağım demişdi, düz deyir. Ben de alıp Bir de bu yazda başka şeyler sanıyor. Utanma xanım, ekranı aç, dizlərini qoy yerə. Denəm, Boyka bəy, lütfən, səni sevirəm. Mənim sevgimi qəbul edirsənmi? Bir ekranı aç. Utanmam yok. Utanmam yok. İnanırsan o bir koca bir nenedir. Karnı düz sallanıp dizine kadar. Düz 10-60 yaşı var. Neyse, bilmək olmaz, bəlkə də qəşəng qızdır. Ha yok o yok. Qoy Çıksın gəlsin, misafire. gözəl. Yaxşı 60 yaşında nene dövürse çıksın misafire. Gözəl nə ağır söylədim. Ondan da Bu bəxt ser, açıldı. bu ser atom bığı neyse okşayırsa elə Füzulinin de bığı onu okşayır. O yağın ben bugün yağın Usiye'de bilmirəm, Tursik'de bilmirəm. O amaşatçılık eləyir de yağın mamasına. Üzüne gıdık verir. Ha, mamasına gıdık verir de ben bugün yağın. Lan o birinci Boyka burada ne kadar danışacaksa sen yazacaksan söylensin yazanlar. Allah babata cevabı verecek. Çünkü ilişmiyor. Akıllı olun. Bak burada gel ne deyirəm, kim artık əskində yazırsa 72 sabun götürüm gedim onlara. Vəssalam. Uşaqlar, özünüz eləyirsiniz, ay bəziləri, dilinizi saxlayın. Bax, cəmaat burada oynayırdı. Bunlar kiməsə söymür axı, ilişmirlər axı. Kimə nə eynəyirlər? Gözünüz yox. Mən etkəsən işim yoxdur, mən onlar deməz oturmuşam burada. Yəni bu canlıya kim artıq əskində yazırsa 72 sabun sabah teyzən götürüb gedəcəm onlara. Qutadı getdi. Amin inşallah, amin. Hə, vəssalam. Özünə hörmət qoyan insan kimisə canlısına çıxıb artıq əskindəsə yazmaz. Əlbəttə Yazılar ki, cavabları- bacısını tanıyan oğlan kimisə ailəsindən danışmır. Yaxşı oğlan ailəsinə, anasına hörmət qoyan insan çıxıb kimisə canlısında artıq əskimi yazmaz. Artıq əski bu canlıya yazırsa, bu canlıya artıq əski kimlə yazırsa, qırmızı mağazində bayram kremləri var. Ondan alacam, gedəcəm. Yaxşı dediysən, bax elə. Deyirəm, əcəb eləyim. Her sahar akşam Rıbdacaysan Aradıklar Axıyın oynayın, boş verin, həyatdır da, qoy yazsınlar. Göz getirməmək. Kim- Cəhənnəmə yazsınlar, kimlə yazsınlar. Mevreyi yanıp yazanlar. Mevreyi yazanmasın. Narahat olmayın. Boyka yolun tanıyan oğlandı. Vallahi kim artıq əskində yazırsa, geçsin özünə. Veda da qoymuşdur.
İndi güya bir-birini çox istəyir. Fikir verə yazıbdı ki, indi güya bir-birini çox istəyir. Yok oraya yazan var, oraya yazan var. İminli o yazan var. Ha, gidip indi alacağım o kucağıma bəsləyəcəm. Niye bunu? Bilmirəm, bu şeylər belə gizgiz insanlar da yazırlar. Yazsınlar da. Hı? Peki. Gecəniz xeyrə qalsın. Allah sizi mehriban eləsin. Ya Rəbbim sizi mehriban eləsin. Birliyinizi bozmasın. Çox sağ olun, var olun. Gecəniz xeyrə qalsın. İnşallah sabah canlı açanda gələrsən. Yaxşı, sağ olun. Özünüzə yaxın. Oldu salamat. Allah əmanət olun. Bir-birinizdən bayaq olun. Əlinizi bir-birinizin əlindən çəkməyin, möhkəm sıx-sıx tutun. Hələlik. Gecə Çox sağ olun. Xeyrə qarşı. Xeyrə qarşı. Allah'a